izləyicilər, sizi Ramazan Qurduğuna salamlayıram. 162 nömrəli marşrutlu qabağında. Baktım evimizin qabağından keçir qabağa obyekt. Bir sokağın 230 üzərində tikilmiş evi sizə təqdim edirəm. Evimiz yerəsi də qabağında var obyekt. Kim istəsə belə garaj kimi də istifadə edirlər. Evimiz 230 bak belə gördüğünüz gibi tam təmir, düz yol qırağında yerləşir. Evimiz bak çox gözəl təmirli qoşadaşdır. Bir dənə obyekti buradan içərisini göstər. Əzizlər, evimiz qoşadaşdır. Bak gördüğünüz gibi həyət tam etdi. Tam təmirli evdir. Marşrut da düz yerdir, evin qabağından keçir. Evimiz düz sokaqdan ibarətdir. Burada əzizlər, girişdə studiya, xunadır. Yəni rəhbər nəzərdə tutulublar. Burada bir girişdə bir dənə balaca dəhlizimiz, dəhliz. Hamam otağı götürəcəm bulunsun. Orada hamam otağı, burada gördüğünüz gibi geniş bir dənə yataq otağı. Burada diyelim paltar zadası var ki, bir besin. Yeni bir yerdə bir tutulub. Deməli burada. Burada gördüğünüz gibi əzizlər, ikinci yataq otağımız. Otaqlar bir adet genişdir, düz tam yol kenarında yerləşir. Burada da gözəl bir növbə yaşanan var, gördüğünüz gibi zalımız. Bir daha sizə təqdim edir əzizlərimiz. Evimiz yerləşir Ramazan Qurduğunda. Qabağında obyekt. 3 otaqlı, 2 otağın üzərində gördüğünüz gibi tam təmirli. Qiymət 82.000 manat. Yalnızca Allah korusun ev yasarının elinin olmazlar. Sizlerden de xahiş olur. Səhifəmizin, dəyərin, adresi gözəl evləri təqdim edə bilir. Bir daha 2 sotun üzərində qabağında obyekt, tam təmirli evdir, qiymət 82.000 manat. Bir daha xeyirli olsun, Allah sizlərdən razı